Neynəsin? Çıxış yolu yoxdur ki. Adam evinə getməlidir ya da ki işinə getməlidir. Bu yağan yağışlar nəticəsində körpünü yuyub aparıb Bakının Qaradağ rayonudur. Umbaki qəsəbəsində sel suları nəticəsində uçmuş körpünü əvəz eləyən müvəqqəti yol bərpa olunacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Bilmirəm, indi burada bir təməlli möhkəm körpünü çəkmək üçün, salmaq üçün, düzəltmək üçün Aydanın nəyi yoxdur, nəyi çatmır ki, müvəqqəti körpü qoyur. Müvəqqəti körpüdə sel gələn kimi o körpünü də yuyur, aparır. Yəni belə deyək də, əldə qayrılma bir körpü qoyurlar ora. İndi növbəti dəfə Ayda gözləyir ki, orada suyun səviyyəsi insin. Bir də müvəqqəti körpü qoysunlar. Olmaz ki, biz müvəqqətidən çıxıb daimiyə girək, hörmətli Ayda. Aprel ayı da yağışlı ay olacaq. İndi müvəqqəti körpünü yenə də qoyacaqsınız. 2 gün yağış yağan kimi yenə onu da yuyub aparacaq. Müvəqqəti nədir? Müvəqqəti körpü salırıq. Nə qədər pul ayırırıq müvəqqəti körpüyə? Məsələn deyək də 50 min. 50 min nə oldu? Heç 3 gündən sonra yağış yağdı, 50 mini yuyub apardı. Müvəqqəti hər dəfə bu pul yumalar kimə lazımdır? Nə üçün lazımdır? Niyə eləyirsiniz ki? Onsuz da yediyinizi yeyirsiniz. Maşallah. Saymaqla da bitib tükənmir. Bir dayanacağı 12 minə alırsa bugün bizim aidiyyatı qurumlar. Yəni Ayna der ki 12 min manata dayanacaq alıram. Yəni Ayna dayanacağını 12 min manata alırsa, onda siz müvəqqəti körpünü yəqin ki bir yarım milyona falan çəkirsiniz də, böyük ehtimal ki. Yəni hər dəfə bu milyonlar yuyulur gedir, milyonlar yuyulur gedir. Vallahi billahi o milyonların mininə ehtiyacı olan o qədər adam var ki. Yuyub aparmayın sularda pulları. Bir qədər gecələyin, amma müvəqqəti eləməyin, daimi eləyin. Çünki sizin müvəqqəti etdiyiniz hamısı dövlət büdcəsinə təsir göstərir. Hamısı mənim cibimə təsir göstərir. Hamısı mənim kimi olanların cibinə təsir göstərir. Bir dəfə müvəqqətini saldınız, başa düşdükdə gəldi yuyub apardı. Təzədən bir də niyə hazırlaşırsınız ki orada müvəqqəti körpü salmağa? Başa düşürəm, ola bilsin deyəsiniz ki çox pul lazımdır filan, amma istənilən halda yeni ildə, il yenilənəndə büdcəniz də yenilənir.